Hər kəs tanısa kanalıma xoş gəlmisiniz. Mən Zəhra. Bu gün sizlərlə bir yerdə Guinness Rekorlar kitabına girən ən qəribə adamları sıra baxacağıq. Like at, abunə ol, şərh yaz. Bir də ki, şərh yazanların bir neçəsi bu indi ekrana girəcək. Əgər nə qədər şərh yazsanız, o qədər. İndi bu videonun altına və digər videolarıma şərh yazsanız, bəlkə də sizin şərhiniz də kanalımda, ekranda bu dəqiqə çıxa bilər, gələcək videoda. Bir neçə vaxtdır video atmıram. Səbəbi çox işim var idi. İş nədir? Nə işim var idi? Işıqlar sönmüşdü, sular kəsilmişdi. Zəlzələ baş vermişdi, su daşqını olmuşdu. Belə də yəni. Sular kəsilmişdi, amma su daşqını baş vermişdi. Bəli, çox qəşəng bir bəhanə oldu. Amma siz inanarsınız deyə düşünürəm. Tamam. İnandım, tamam. Dünyanın ən uzun dırnaqlı qadını. Bəli. Dünyanın ən uzun dırnaqlı qadını. Yəni ehtiyac var. Məncə yox. Yəni bütün ömrümü ona sərf eləyənmərəm. Bax, səviyyəli rekorlar qıra bilərsən. Sən tualet EQPic ən uzun saçlı insan ya da qadın sayılır. 5.62 metr saç. Çüş! Ağlıma nə gəldi? Sən o saçı nəsə incədir. Bir var qalın olsun, incədir saç. Ona görə yəni sən necə məsələn çimirsən, duş alırsan, duşdan çıxdın məsələn də necə saçını qurudursan, sən o saçını necə yığırsan? Çox sual var da yəni. Vijay Kumar dünyanın ən çox dişinə sahib insanı. 37 diş. 37 diş. Çox da böyük bir şey deyil əslində. Yəni Vijay Kumar bəy normal insanda 32 diş olur. Uşaqlarda hardasa başlayanda 20 neçə diş var. Bu onun üçün pis, amma diş həkimləri üçün yaxşı bir. Vijay Kumar bəy buradan sizə salamlarımı göndər. Daring Dorins 100 yaşlı nənə bank jumping eləyir. Yəni 100 yaşında nənə ürəyincədir. Allah rəhmət eləsin. Ahmet Tavsi bir dəqiqədə 43 dənə qarpız, başına qarpız qırır. Mən axşamlar tualetə getməyi düşünürəm. Cəmaət gör nə edir. Çok esma, çok. Başıma bax. Bir dənə mənə başıma bax. Bir dənə divara deyir, gör nə olur. Sultan Kösəm dünyanın ən uzun insanı. Mənim boyum 1.50 səni qaldıraram yuxarı 1.50. Rekorunu keçə bilən varsa keçsin də. Haydi qardaş. Acım büyük. Boyum küçük. Sizləri sevirəm. Sağ olun. Var olun. Xoşbəxt olun. Görüşənədək.